manat. Bax bu parka Hər cür biabırçılıq görmüşdüm. sərf edilib. Day bu boydasına rast gəlməmişdim. Ay millət, bu İmişlidə Heydər Əliyev adına parkdır. Gördüyünüz kimi parkı hündür hasarlarla əhatəyə alırlar. Ay qaqa, Başa düşə belə bilmirəm. çəkilir. Bunlar bu Düşmək parkı istəyirsiniz? kimdən və Belə nədən çəkilinci gizlədirlər? düşmüyor. Yoxsa parkın içində nəyi gizlədirlər? Əlbəttə ki, nəyi? Belə çəkilin düşmüyün də siz. İki restoranı gizlədirlər. İki restoranın qurbanına çevrilən bax bu park və portret heç bir məmurun ağlına belə gəlmir ki, iki oliqarxın obyektini, iki oliqarxın mülkünü qorumaqdan ötürü özlərinin ümumilli lider kimi tanıdıqları və bu millətə ümumilli lider kimi təbliğ etdikləri bir şəxsiyyətin portretini də bax beləcə daş divarın arxasında qoyurlar. Mən İmişlidə çox hadisələr görmüşəm bu 18 ildə, çox möcüzələrə rast gəlmişəm. Amma belə bir möcüzəyə inanın həyatımda rast gəlməmişəm. Bilirsiniz, məsələ bundadır ki, bu günləri mən inanmıram ki, William Hacıyev bu işləri öz başına eləsin. Bu işləri öz başına görsün. Yəqin ki, bunun hansısa bir memarı var. Onu da qeyd edin ki, Özü də bu parkın yüksək Çinli bir məmur.